Salam, vaxtınız xeyir. Lənət insanın həyat enerjisinin zəiflənməsi, bəxtin bağlanması, mənəvi tarazlığın pozulması və ilahi fəlakətdən uzaq düşməsi kimi qəbul olunur. Qədim inanclara görə mənfi düşüncələr, kin, haqsızlıq və ya kiminsə ağır qarğışı insan taleyində müxtəlif maneələr yaradır. Bu hal bəzən ardıcı uğursuzluqlar, ailə münasibətlərində gərginlik, səbəbsiz qorxular və daxili narahatlıq şəklində özünü göstərir. Mənim fikrimcə, lənətin təsirindən qurtulmaq üçün ilk növbədə insan öz daxilindəki mənfi enerjidən azad olmalı. Qəlbini kin və nifrətdən təmizlənməlidir. Səmimi dualar eləmək, xeyirxah əməllər göstərmək, ehtiyacı olanlara yardım etmək və mənəvi rahatlıq gətirən addımlar atmaq ruhun güclənməsinə kömək edir. Həmçinin yaşayış yerinin təmizlənməsi, müsbət düşüncələrin qorunması və pis niyyətli insanlardan uzaq durmaq vacibdir. Mən lənətdən və bəd dualardan təmizlənmək üçün öz üsullarımdan istifadə edirəm. Bu qədər çalışın, salamat qalın.